Azərbaycan nağılı Cırtdan. Biri vardı, biri yoktu. Hündür bir dağın ətəyində bir kənd vardı. Bu kənddə qoca bir qarı öz nəvəsi ilə yaşayırdı. Qarının nəvəsi o qədər balaca idi ki, ona Cırtdan deyərdilər. Bir gün Cırtdan görür ki, qonşu uşaqları meşəyə odun qırmağa gedirlər. Cırtdan tez gəlib nənəsinə deyir: Nənə, nənə, uşaqlar meşəyə odun gətirməyə gedirlər. Olar, mən də onlarla gedim. Olar, mənim balam. Gəl əvvəlcə sizə yağ yaxmacı hazırlayın verim ki, meşədə acanda yeyəsiz. Qarı nənə uşaqları çağırıb, hərəsinə bir dilim yağ yaxmacı verdi və Cırtdanı onlara tapşırdı. Cırtdan da uşaqlara qoşulub, üz tutdular meşəyə. Biraz yol gedəndən sonra Cırtdan yerə oturub başladı ağlamağa. Yoldaşları Cırtdanın ağlamağını görüb soruşdular. Ay Cırtdan, sənə nə olub? Niyə gəlmişsən? Niyə ağlayırsan? Nənəm məni sizə tapşırıb. Mən yorulmuşam. Məni belinizə alın aparın. Uşaqlar Cırtdanı yolda qoymamaq üçün onu növbə ilə bellərinə ala-ala gəlib meşəyə çatdılar. Uşaqlar başladılar odun yığmağa. Bir də gördülər ki, Cırtdan oturub bir qıraqda odun yığmır. Dedilər: Ay Cırtdan, yenə nə olub sənə? Niyə odun yığmırsan? Nənəm məni sizə tapşırıb. Mənim üçün də odun yığın. Uşaqlar yoldaşlarının xətrinə dəyməyib, onun üçün də odun yığdılar. Sonra hərə öz odununu şələ bağlayıb, belinə alıb yola düşməyə başladılar. Bir də gördülər ki, Cırtdan yenə də oturub bunlara baxır. Ay Cırtdan, sən niyə odununu götürmürsən? Axı nənəm məni sizə tapşırıb. Mənim odunumu da götürün. Uşaqlar bu dəfə də əlacsız qalıb, onun odununu bellərinə alıb yola düşdülər. Biraz yol gedəndən sonra gördülər ki, Cırtdan geridə qalıb, yenə də ağlayır. Cırtdan! Ay Cırtdan! İndi nə olub sənə? Niyə ağlayırsan? Yorulmuşam. Mənim nənəm sizə yaxmacı verib. Yoldaşlardan biri onun sözünü ağzında qoyub Cırtdana acıqladı. Pis öyrənərsən. Daha bəsdir. Səni belimizə götürən deyilik. Qalx ayağa, özün get. Cırtdan gördü ki, bu dəfə yoldaşları onun istədiyini etməyəcəklər. Əlacsız qalıb, onların dalınca getməyə başladı. Uşaqlar bir xeyli getdikdən sonra axşam oldu. Qaranlıq düşdü. Onlar meşədə yolu azdılar. Meşədən çıxanda gördülər ki, bir tərəfdən işıq gəlir, o biri tərəfdə isə it hürür. Biri dedi: Uşaqlar, gəlin, işıq gələn tərəfə gedək. Yox, gəlin itürən tərəfə gedək. Meşədə azan uşaqlar qorxudan bilmədilər ki, neynəsinlər. Bilmədilər hansı tərəfə getsinlər. Axırda Cırtdandan soruşdular. Ay Cırtdan, sən nə deyirsən? İt hürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə? Uşaqlar, əgər biz itürən tərəfə getsək, it bizi dişləyər. Gəlin, işıq gələn tərəfə gedək. Belə yolu tapa bilərik. Uşaqlar Cırtdanın sözünə qulaq asıb, işıq gələn tərəfə getdilər. Az getdilər, çox getdilər, gəlib çıxdılar düz divin evinə. Div uşaqları görəndə sevinib öz-özünə dedi: Çox yaxşı oldu. Gecə bunları bircə yeyərəm.
Div uşaqlarla mehriban danışa onları evində gecələməyə dəvət etdi. Uşaqlara biraz çörək verib yatızdırdı. Gecədən biraz keçəndən sonra div uşaqların birini yemək istədi. Uşaqların yatıb yatmadığını bilmək üçün dedi. Kim yatıb? Kim oyaq? Hamı yatıb, cırtdan oyaq. Ay cırtdan, sən niyə yatmırsan, ha? Nənəm mənə hər gecə yatmaqdan qabaq qayğanaq bişirərdi. Sonra yeyib yatardım. Div uşaqları yemək üçün tez durub cırtdana qayğanaq bişirib yedirdi ki, bəlkə cırtdan yatar. Biraz vaxt keçəndən sonra div yenə soruşdu. Kim yatıb? Kim oyaq? Hamı yatıb, cırtdan oyaq. Ay cırtdan, indi nə istəyirsən, hə? Bax, niyə yatmırsan, hə? Evimizdə hər gecə nənəm mənə xəlvirlə su gətirərdi. İçərdim, sonra da yatardım. Div əlacsız qalıb ayağa qalxdı. Bir xəlbir götürüb çaydan su gətirməyə getdi. Cırtdan divin getdiyini görüb tez yoldaşlarını oyadıb dedi. Uşaqlar, tez olun qaçaq. Div bizi yemək istəyir, tez olun. Uşaqlar tez qalxıb əyinlərini geyinib divin evindən qaçdılar. Gəlib çayı keçdilər. Çayın bu tayında da div nə qədər xəlbiri suya salıb qaldırsa da gördü ki, xəlbirdə su qalmır. Axırda yorulub evə qayıtmaq istəyəndə bir də gördü ki, uşaqlar çayın o tərəfindən gedirlər. Acgöz div istədi ki, sudan keçib uşaqların dallarınca düşsün. Amma neynədisə sudan keçə bilmədi. Ay uşaqlar! Siz çayın o tərəfinə necə keçmişsiniz? Cırtdan tez cavab verdi. Sən get, bir dənə dəyirman daşı tap, onu boynundan at özünü suya, belə eləsən, çayı keçə bilərsən. Axmaq fil də cırtdanın sözünə inanıb, gedib bir dəyirman daşı tapıb, boynuna asıb, özünü suya atdı və div suda boğulub öldü.